TikTokda tez-tez qarşıma bir xanımın videoları çıxır, öz oğluyla gedir, bəzi yerlərdə piknik eləyir. Səhv eləmirəmsə adı Fatma xanımdır. Mən bu videonu sırf onun üçün çəkmək istəyirəm. Mən o xanımın videolarını görəndə həqiqətən də mənə çox xoş təsir elədi ki, həyatda xırda şeylərdən zövq alır. Düşünürəm ki, həyatda kiçik şeylərdən zövq almaq çox böyük bir güc tələb eləyir. Və o məni ilhamlandırdı və ondan motivasiya aldım. Mən də gəlib günorta yeməyimi sırf parkda yemək istəyirəm. O xanımın videolarındakı rəyləri oxudum. Həqiqətən mənə çox pis təsir elədi. Çünki düşünməzdim ki, belə güclü bir xanıma, belə pozitiv bir xanıma bu qədər neqativ rəylər gələr. Və demək istəyirəm ki, o neqativ rəyləri yazanlar kimlərdir? Üzr istəyirəm ifadəmə görə. Yaltaq insanlardılar ki, gedirlər influencerlərə, hansı ki, olmadıkları həyatı göstərən influencerlərə yaltaqlıq eləyirlər. Görmədikləri restorana gedib pulsuz yeyib içən influencerlərə yaltaqlıq eləyirlər. Onlara pərəstiş eləyirlər və gəlib belə güclü xanımlara, belə pozitiv xanımlara neqativ rəylər yazırlar. Rəylərdə yazılıb ki, o xanım kasıbdır, ona görə gedir parkda oturur yeyir. Xeyr. Əsl kasıb bahalı restoranlara gedib özünü göstərən insanlardılar. Və mən sizə təklif eləmək istəyirəm ki, gəlin bir yerdə bir gün piknik eləyək. Düzdür, mən söz verib yalançı çıxmaq istəmirəm, çünki işlərim biraz çoxdur. İnşallah ikimizə də uyğun olan bir müddətdə bir yerdə gedib piknik eləyərik. Və sizə təşəkkür edirəm ki, piknik culture-ını Azərbaycanda yenidən məşhurlaşdırdınız və buna görə minnətdaram sizə. Bunu izləyən hər kəsə demək istəyirəm ki, siz də havalar yaxşıdır, gedin parkda oturun, piknik eləyin və mütləq duranda təmizləyin. Nuş olsun.